Buyurun kardeşler, ilk önce Muhammed Mustafa sallallahu aleyhi ve sellem Efendimizin mübarek mücallah, bağış ruhu tayyibelerine, ağalının, eshabının, ehl-i beytinin, tüm meşerzi zevil ihtiram arasında arvahilerine, bir cümle geçmişlerimizin ruhunun şad olmasın, feillerin, fethi, şerlerin, dertli, söhbetimizin, feyzi, bereket için, dinimizin, imanımızın, milletimizin, memleketimizin selamet için, xəstələrin şifası, dertlerinin devası, borçların edası için, Zəngəzur koridorunun açılaraq Turan məfkurəsinin gerçəkləşməsi üçün və xüsusən Allah rızası üçün bir Fatihə-i Şərifə, 3 Qul Huvallah oxuyaq lillahi teala'l-Fatiha. Euzu billahi mineşşeytanirracim. Bismillahirrahmanirrahim. Elhamdülillahi rabbil alamin. Essalatu vesselamu ala Resulina Muhammedin və ala alihi və sahbihi ecmaîn. Amma ba'd. Esselamu aleyküm və rahmetullahi və berekatuhu. Aleykümselam və rahmetullahi Qardaşlar, dağınıq oturmayaq. Ömər, irəli gəlin, bu tərəfə gəlin. Nicat, arkada oturmayın, gəlin bəri. Dağınıq oturduğumuz zaman qəlblərimiz də dağınıq olur. Ona diqqət edeyik. Bir müsəlmanda olması gereken xüsuslar əxlaq-ı həmidə, yəni təriflənmiş əxlaq. Quran və sünnət iqlimindən cihana əks edən ən gözəl miras. Halal və təmiz loxma. Ey insanlar, yer üzündə olanların halal və təmiz olanlarından yeyin. Şeytanın arkasına düşməyin. Çünki şeytan sizin açıq bir düşməninizdir. Bəqərə surəsi 168-ci ayət. Sa'd bin Əbi Vakkas radiyallahu anh dualarının qəbul olmasının yolunu soruşdu. Fəxri Kainat Əfəndimiz yediklərinin halal olmasına diqqət et ki, duaların qəbul olsun tövsiyəsində bulundu. Ayrıq, əksəriyyətimiz burada ya maşınımız var, maşın sürürük və yaxud da evimizdə, qonşumuzda kimdəsə maşın olub görmüşük. Maşına təmiz benzin qoyanda maşın o qədər rahat gedir ki, ruhu incimir. Amma biraz qatıq qutu benzin tökəndə və yaxud da salyaka tökəndə maşın başlayır pir boylamaya. Hətta bəzən belə getdiyin yerdə belə şey deyir, maşın içində sən belə dalı-qabalı geyirsən. Niyə? Çünki təmiz benzin yoxdur. İnsanoğlu da elədir. Təmiz yediği zaman, tıyib, yəni təmiz yediği zaman, halal yediği zaman, o zaman ne olur? Duası müstəcab olur. Amma şübhəli veya haram yediği zaman bir qarış başından yuxarı qalmır duası. Niyə? Təmiz öyle yediği. Yəni mədəyə təmiz maddə göndərməyir. Hətta hacca gedərkən oxumuşduq, hatırlayırsınızda. Ləbbeyk, Allahümmə ləbbeyk dediği zaman bəzilərinə sənə nə ləbbeyk, nə sadeyk. Yediğin haram, əlindəki paltarın haram, miniyin haram. Yəni, elə nida da gəldiyi olur, yəni, Allah qorusun. Ona görə təmiz və halalından yiyəcəyik. Əbu Bəkir Sıddıq radiyallahu anh'ın bir xidmətçisi vardı. Bu xidmətçisi qazancının bəlli bir qismini ona ikram edər, o da bundan yeyərdi. Yenə bir gün xidmətçi qazandığı bir şeyi gətirdi. Həzrət Əbu Bəkir də ondan bir loğma aldı. Bunun üzərinə xidmətçisi hər axşam mənə qazancımın mahiyyətini soruşardın. Bu axşam soruşmadın dedi. Həzrət Əbu Bəkir radiyallahu anh çox acdım. Soruşmağı unutdum. Yaxşı, söylə görək, necə qazandın deyə açıqlamasını istədi. Xidmətçi falçılıqdan anlamadığım halda cahiliyyət dövründə falçılıq edərək bir adamı aldatmışdım. Bugün onunla qarşılaşdıq. Adam o etdiyim işə qarşılıq sizə ikram etdiyim bu yiyəcəyi verdi. Deyincə, Həzrət Əbu Bəkir radiyallahu anh dərhal barmağını boğazına götürüb, bütün əziyyətinə baxmayaraq yediklərinin hamısını çıxartdı və yazıqlar olsun sənə, haradaysa məni həlak edirdin, dedi. Özünə bir loxma üçün bu qədər əziyyətə dəyər miydi deyənlərə də bu cavab verdi. Canımın çıxacağını bilsəydim, yenə də o loxmanı çıxarardım. Çünki Resulullah sallallahu aleyhi ve sellem haramla bəslənən vücudun müstahak olduğu yer cəhənnəmdir buyurdu. Allahu Ekber. Rəvah Buxari. Yəni, bir loxma şübhəli, haram bir şey getdiyi üçün parmağını salıb onu istifra eləyir. Niyə? Çünki haramla bəslənən vücudun müstahak olduğu yer cəhənnəm deyir Allah Resulü Aleyhisselatü Vesselam. Müxbir-i sadiq, ən doğru insan, ən doğru sözlü insan. Ona görə qazancımızın halalından diqqətləyəcəyik. İş saatı 8-dən 5-ə qədər iş saatında işin başında olacaq. Gedib laqeyd işlərlə məşğul olmayacaq. Kompüterin başında iqra oynayıb
insanların işini gecikdirməyəcək. Bəzən görürsən ki, adam poçta və yaxud da başqa bir müəssisədə fərq eləmir, harda olsun. Adamı getmirsən bir işi gördürməyə, yəni o da orada oturub, onun işi kompüterdə yazı qeydiyyatı alıb xəstəni yola salmaq və yaxud da digər insanı yola salmaq. Adam oturdu kompüterdə oyun oynayır və səni gözlədir. Bu, əmək haqqısının ruhusinə haram qarışdırır. Aməyə zərər verdi. Çünki hər dəqiqənin hökmü var. Bir dəqiqə xəstə tez çatsaydı, bəlkə də qurtulurdu. Yəni, birisinin laqeyd davranmasından dolayı xəstəni öldürmüş hökmündə sayılır. Və yaxud da digər işlərdə də. Ona görə çox diqqətli olmaq lazımdır. Yəni, sən işçisənsə, iş verən dediyi saatda işi başında ol. Hidayətlərə vəsilə. Möhtərəm atam Musa Əfəndi rəhmətullah aleyh bu hadisəni anladardı. Qeyri-müsəlman bir qonşumuz vardı. Sonradan müsəlman olmuşdu. Bir gün özünə hidayətə gəlmə səbəbini soruşduğunda bunları söylədi. Acıbadəmdə tarla qonşum Rəbi Mollanın ticarətdəki gözəl əxlaqı vəsiləsi ilə müsəlman oldu. Molla Rəbi süd sataraq dolunacağını təmin edən bir zatdır. Bir axşam vaxtı bizə gəldi və buyurun, bu süd sizin, dedi. Çaşdım. Necə olur? Mən sizdən süd istəmədim ki, dedim. O həssas və zərif insan, cümləyə fikir verin, o həssas və zərif insan, mən fərqində olmadan heyvanlarından birinin sizin bağçaya girib otladığını gördüm. Onun üçün bu süd sizindir. Sadəcə bugün deyil, o heyvanın təhəvvülət devrəsi, yəni yediyi otların vücudundan tamamən izaləsi bitincəyə qədər sütünü sizə gətirəcəyəm, dedi. Mən sözüm olur, qonşu, yediyi ot deyilmi, halal olsun dediysəm də, Molla Rəbi, yox, elə olmaz. Onun sütü sizin haqqınız deyib, günlərcə bizə süt gətirdi. İşte o mübarək insanın bu davranışı məni artıqlaması ilə etkilədi, təsir altına aldı. Nəticədə gözümdən qəflət pərdələri qalxdı və hidayət günəşi içmə doğdu. Yəni, bir dənə diri insan qonşusuna hidayətinə vəsilə olur. Nədir? Dürüstlüyü sayəsində. İndoneziya 250 milyon müsəlman var. Ən çox hacca gələn o ölkədən. Yəni, nətər oldu müsəlman oldu? Bir dənə dürüst tacirin dürüstlüyü sayəsində. Bu malın qiyməti budur, artıq qiyməti satmayacaqsan deyə piştaxta arxasındakı satıcıya tapşırmış. Öz bazarı gezərkən görür ki, parçasından bir xeyli alınmış. Neçə aldın? Deyir ki, 10 manata. Ola bilməz, biz 5'e satırıq. Gəlir adama deyir ki, sən niyə görə adama 10'a satmışsan? Deyir ki, özü elə istədi. Deyir ki, olsun, bizdə 15'e laf bu parça. Olmaz deyir. Bu parçanın qiyməti 5 dinar. Və geri qalan pulu hesablayıb adamı qaytarır. Və bu söz, bu hadisə dildən dilə, ağızdan ağıza yayılır, parçaya qədər çatır, krala qədər. Kral çağırtır ki, bu nə məsələdir? Gəl bizə izahat ver, sən bu bala qaytarmışsın, nə varmışsın? Deyir ki, biz müsəlmançılıqda fahiş fiyat olmasın, yəni bu həddindən artıq şeydir, yəni. Bazarda bunun qiyməti 5'dir, 5 olmalı. Və sən deyir, nə məcburilədir ki, bunu elədin? Deyir ki, bizim dinimiz bunu tələbləyir. Sən hansı dinləsən? Deyir, İslam dinindən. İslam dini anladı, kral müsəlman olur. Kral müsəlman olur, yavaş-yavaş təbaası, altındakilər, vəzirlər, paşalar, onlar bunlar və qocaman bir İndoneziya dövləti dünyaya gəlir. Özümə belə uca əxlaqlı bir dinin şübhəsiz ki, ən uca bir dindir. Belə uca əxlaqlı birinin dini şübhəsiz ki, ən uca bir dindir. Beləsinə zərif, haqşünas, mükəmməl və tərtəmiz insanlar yetişdirən dinin doğruluğundan şübhə edilməz dedim və kəlmə işarət gətirib müsəlman oldum. Luxmadan qəlbə. Sehil bin Abdullah Ət-Tüstəri rəhmətullah aleyh belə deyir. Haram yiyənin əzaları özü bilsin, bilməsin, istəsin, istəməsin, üsyan edər. Allah qorusun. Yediyi halal olan kimsənin əzaları özünə itaat edər və xeyirli işlər görməyə müvəffəq olur. Əmir Külal Həzrətləri gecələri ibadətlə keçirsəniz və aclıqdan beliniz kaman teli kimi incəlsə belə, loxma və xırqanız halal olmadığı müddətcə məqsədə çata bilməzsiniz. Yəni, gecələr durub ibadət eləməkdən, nə bilim, aclıqdan bir dəri bir sümük qalsanız belə, loxma və xırqanız, əbanız halal olmadığı müddətcə məqsədə çata bilməzsiniz. Qəlbin
dilin və bədənin təmiz olması halal loxma yeməyə bağlıdır. Bunu yaxşı bilin. Halal loxma yeyən insanın mədəsi içində təmiz su toplanan hovuz kimidir. Bu hovuzdan ətrafa təmiz su paylanır və bu su ilə çiçəklər yetişir, ağaçlar meyvə verir, ondan istifadə edilir. Nur və kəmalı artıran loxma halal qazancdan əldə edilən loxmadır. Həqiqətən bir neçə dəfələr, yəni bunu şahid olmuşam. Olur insan nə xaldır, bir yerə qonaq gedirsən, şey edirsən, yəni ikram edirlər, bir loxma yeyirsən, əgər adamın ruzisi təmizdirsə, halaldırsa, gecə təheccüdündə rahatdır, sübh namazına rahat gəlirsən, ibadətdə rahat qalırsan, filan edirsən. Amma biraz şübhəli və yaxud da haramlıq varsa, eyvah, təheccüddə gidir, sübh namazına ayırsan ki, günəş doğur. Yəni, loxma var qaldırır, loxma var yatdırır. Abdülqadir Gəldənilərə deyir, yəni. Loxma var nurdur, loxma var zülmətdir.